Mən Hacıyeva Leyla Cavad qızı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. İndi də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə magistr pilləsi üzrə qəbul almışam universitetdən sabah qruplarında. 2021-ci ildə 6 saylı Asan Xidmət Mərkəzinə könüllü olaraq müraciət eləmişdim və ora qəbul olmuşdum. K178 qrupuydum. 3 ay, master 1 fəaliyyətimi 3 ay 6 saylı Asan Xidmət Mərkəzində davam elədim. Sonra master 2 pilləsi üzrə müraciət elədim. Bu dəfə artıq insan resursları üzrə müraciət elədim. Çünki insan resurslarına daha çox özümü yaxın bilirdim. Master 2 pilləsində də 4 ay fəaliyyət göstərdim. Sonra Asan Xidmət Mərkəzi ilə sağollaşıb, elə oldu ki, yolum artıq ASTV-yə gəldi. Uşaqlıqdan bəri arzum idi xəbər aparıcısı olmaq. Mənim hələ 7 yaşımda da bir videom var. Darağa götürüb əlimə, güzgünün qabağına keçib xəbər aparıcılığı edirəm, məşq edirəm. Sanki gələcəkdə xəbər aparıcısı olacağam. Amma bilməzdim ki, mənim arzularım bir gün 20 yaşında gerçəkləşəcək. Yəni yatsam belə yuxuma girməzdi. Hətta düşünəndə ki, bu Azərbaycan Respublikasının bir nömrəli kanalındadır, birinci kanalındadır, yəni ASTV-dədir və mən Azərbaycan Respublikasının ən gənc xəbər aparıcısıyam. Yəni bu sözləri, bu cümlələri quranda belə mənim özümə biraz yuxu kimi gəlir, amma əslində bu gerçəkdir. Yəni bu doğrudan da belədir. Qismət beləymiş. Yaxşı ki, mənim yolum Asan Xidmətdən düşüb və hazırda da ASTV-dəyəm. Bir də bəzən belə bir fikir formalaşır ki, gənclər arasında Asan Xidmətdə könüllü olmaq vaxt itkisidir falan belə söhbətlər olur. Amma ki, mən düşünürəm ki, bu çox absurd bir fikirdir. Çünki mən Asan Xidmətə gəlməmişdən əvvəl mənim həqiqətən insanlarla ünsiyyət problemim var idi, kompleksim var idi. Yəni mən insanlarla danışmaqdan bir növ qaçırdım və çəkinirdim. Amma Asan Xidmətə gələndən sonra və orada 8 aylıq, 7 aylıq fəaliyyətimdən sonra bu kompleks, bu çatışmazlıq məndən yoxa çıxdı demək olar ki. Özümə qapanıq bir insan idim, amma Asan Xidmətdən sonra hər şey daha yaxşı olmağa başladı. Yəni insanlarla ünsiyyət qurmağım daha da yaxşılaşmağa başladı və mən deyirəm ki, yaxşı ki, Asan könüllüsü olmuşam.